Yaş uşaqlar Müəllim, 28-ə qeyd edədiniz. 28 verilib. Hə. Allah canlarını salamat eləsin. Gəlin elə 28 ilə başlayaq. Uşaqlar, kosinus kvadrat alfa çıx sinus kvadrat alfa nəyin açmasıdır? Kosinus kosinus 2 alfanın. Ay sağ olun. Kosinus 2 alfa. İndi alfamızın yerində 5x durduğuna görə siz oraya yazırsınız ki kosinus 2 alfa değil 2 vur 5x yani 10x. Biz bunun integralını tapmalıyıq. Biz demişdik kosinusun integralı neyi verir bize? Sinusu verirdi. Ama bu qabağında ədəd var, onun tərsində qabağa da Bəli, vurmalıydı. onda bir tərsinə, bu mürəkkəbdir də, tərsin vurmalısınız. Onda bir sinus 10x üstə gəl c. Söcək bundan ibarətdir. Başa düşürsünüz uşaqlar? Aydındır? Düstur idi, hazır çevrilməli idi. Bunu silim. Siyah. Getdik, daha sonra növbəti suala. Müəllimə mən baxdım. Mənim səhvim yoxdur. Yaxşı, indi qulaq as o zaman sən də izahlar verəcəksən. Uşaqlar, baxın buna fikir verin. Kosinus alfa, kosinus beta, üstə gəl sinus alfa, sinus beta. Bu nəyin açması? Sinüs alfa çıxsın sinüs alfanın. Ay sağ olun. Bu kosinus alfa çıx Alfa beta'nın minus. düsturudur. Kosinus alfa çıx beta'nın. 5x'dan 2x çıxanda 3x qalır. Bizdən integralını soruşur. Kosinus 3x'in də integralı 3'də 1 sinus 3x olacaq da. Qabağa tərsi keçir. Plus ise. Əli başa düşə bilirik. Amin. Uşaqlar, Aysu. Aydındır? Bir şey soruşum. Burada kosinuslar həmişə sinuslar kosinusdan əvəz olunur. İşarə söhbəti var. Kosinusun integralı sinusdur. Sinusun integralı mənfi kosinusdur. Ha, bildim. Tamam. İndi bunu silirəm. Gəlin davam eləyək. Daha sonra uşaqlar, gəlin baxaq hansı suala? 27 nömrəli suala. 27 nömrəli sualda necə? Bu 2 sinus alfanın atılışı ilə Bəli, gedəcəkdi. sadəcə qabaqdakı 4'ü yazmalısan. 2 vurulsun. 2 sinus alfa, yəni 4x. Kosinus 2 alfa, yəni 4x. Uşaqlar, bu 2 sinus alfa, kosinus alfa sinus 2 alfanın açmasıdır. Yəni sinus 8x. Bunun 2 qatı. Tamam mı? Gülay başa düşürsən qızım? Bəli. Bunun integralını tapmalıyıq. Bəli, bəli, buyur qızım. Əvvəldə 2-ni yazdıq ki. Bu 4 var idi qabağında. 4'ü 2 vur 2 kimi yazdım ki? Biz 2 sinus alfa, kosinus alfa bilirik ki sinus 2 alfanın düsturudur. Yəni onu sinus 8x şəklində yaza bilərik. Yəni 2 qatı düsturu əmələ gətirək. Qabaqdakı 2 qaldı da, çünki 4 idi. 2 vur 2 kimi yazdım. Biri istifadə olundu, biri qaldı yerində. Tamam? İndi geçək integralını tapmağa. 2 qabaqda mürəkkəbdə axı 8'in tərsi keçir qabağa. 8'də 1. Sinusun da integralı mənfi kosinusdur da. Qabağa mənfi keçir. Mənfi kosinus 8x. Burada 2'lər ixtisar gedir. Qalır mənfi 4'də 1. Kosinus 8x. Üstə gəl s. Başa düşürük uşaqlar. Aydındır. Zeynep kameranı aç. Fidan, Zeynep kameranı açın. Tecelli eləməyim. Silin bunu. Devam eləyək. Dalinim şirindir. Ne? Tanmır sanki. Deməli. Sizə deyir ki, gəlin şərtə baxaq. Deməli. Nə deyir bizə? Bu funksiyanın qrafikinin bu nöqtədən keçərsə ibtidai funksiyasını tap. Gedək bunun integralını tapmağa. Uşaqlar, f'in integralı nəyi verəcək bizə? Mənfi sinus x'in integralı bizə nəyi verəcək? Normalda sinusun integralı nəyi verir? Mənfi sinus. Sinusun integralı mənfi kosinusu verir. Bəli, amma qabaqda da mənfi var deyə mənfiyə deyil, müsbət kosinus x olur. Üstə gəl c. Yəni bizim f funksiyamızın integralı bərabər oldu kosinus x üstə gəl c-yə. Sizə də şərtdə deyir ki, bu nöqtədən keçən integral tap. Əvvəlin tapmısınız, kosinus x üstə gəl nəsədir. İndi bir dənə o nəsəni tapmalıyıq, c-ni tapmalıyıq. Bunun üçün də verilən koordinatı yerinə qoymaq lazımdır. X-in qiyməti nədir? Argumentin uşaqlar. Nə verilib?
pi. Y-in Pi'dir. qiymətinə 1 verilib. Pi'də də Yəni, 1 bəli, alır. 1 bərabərdir. Qoysunuz pi üstə gəl c. Qoysunuz pi-də harda alır? Pi-ni hansı qiymətdə alır? Yəni pi-də hansı 1'də qiymətdə alır? alır. Xeyr. Bir de alır da. Yoksa Pi 0'dan. qoysunuz 180 Abi, dərəcədə nə alır? Mənim sinus x değildi. X üstündə Ay bala, ay müsəlmanlar. Qoysunuz mənfi 1 alır. Bəli. Qoymursunuz ki danışaq. Qoysunuz 180 dərəcədə -1 alır. 1 bərabərdir -1 üstə gəl c-yə. Buradan da -1'i soldan sağa keçirsən toplanır. C-ni 2 tapdın. Gəl sil yerinə c-nin qiymətini yerinə yaz. Bitdi. Qoysunuz üstə gəl 2. Yaxşı uşaqlar. Всё, silirəm bunu. İndi eyni qayda, eyni proses 33 nömrəli sualdadır. Yazın görək. Buyurun. Bir de ekranı geri kaytarın. Tamam. Nəyə başa düşməsəz deyin, ha. Allah'ım. Всё, deyin görək nə tapmısınız 33'də? A. Şey variantı. C bəli. C C. Hamı C tapdı. Tapmayan varsa desin. Ben niye A taptım? Kosinüs demez menfi olur. Xeyr, Elə mən dedim sinus sinus çevriləndə. mənfi olur. Dedim sinus mənfi. Ha. Kosinüs menfi olur. İşarə səhv eləmirsən, yaxşı? İzaha ehtiyacı olan varsa desin. Əli, düz tapmışıq. Səhvdir. Yaxşı, gəl baxaq. Tamam. Bax, biz dedik ki, kosinüsün integralı sinus x-i verir. Sadəcə plus c ilə olmalıdır. Elə bil y bərabərdir buna. Funksiyanı tapdıq. Bizə də funksiya deyir ki, bu nöqtədən keçir. Onu da yerinə qoyuruq. Bu olur 1 bərabərdir sinus pi üstə gəl c. Sinus 180 dərəcədə, hə, indi bunu bilməyə bilərsən, amma 0 alır. Yəni, bu olur 1 bərabərdir 0 üstə gəl c. Buradan da c-ni 1 tapırıq. C-ni 1 tapdığımıza görə gətirib silib yerinə 1'i yazırıq və bu da bizim cavabımız olur. C bəndi. Bitdi. Yaxşı. Deməli belə. Bunu silirəm. Gəlin davam eləyək. Deməli. İndi. Gəlin baxaq buradan 32 nömrəli suala. Uşaqlar, tangens nə vur nədir? Sinüs böl kosinüs. Sinus böl kosinüsdür da. Sizin misalınız kosinüs x vurulsun. Sinus x bölünsün kosinüs x. Üstəgəl 1 şəklindədir. Kosinüslər getsə sizin misalınız mənfi sinus x. Üstəgəl 1 şəklindədir. Sizdən də integralını soruşur. Gedək integralını tapmağa. Sinusun integralı mənfi kosinüsdür. Amma bunun da qabağında mənfi var deyə mənfiyə deyil, müsbət kosinüs olur. Kosinüs x. 1'in integralı 1x-dir. Üstəgəl c və cavabdır. Variantlarda var, baxın. Vardı. D bəndə. Всё. Cavabdır. Yaxşı uşaqlar, sildim bunu. Gedək növbəti suala. İndi baxın Fidan, 31'i sual vermirsən qızım. 31'də bayaq dediyi, 31 bundandır day. Tapın özünüz. Calda olun. Hadi bakalım. Sinüsler ikhtisar gelir. Kosinüs minus 1. Kosinüs 1'i de sinüs de C variantı. Getdəcə mistik yollara. Can yanmamış. Niye mi mistik yolları hesaplattırsın bize? Düz eləmirsən. Doğrudur. Heç nə demirəm. Müəllimə Zeynəb şu an sizin statuslarınızı bəyənir. Dərsə qulaq asmır. Bircə dəqiqə. Zeynəb. Hansı Zeynəbdir? Hə, bizim Zeynəb. Zeynəb.
Ben hiç hatırlamıyorum. WhatsApp-dır bala. Yəqin başqası bəyənəndə digər bəyənənlərin də bəziləri düşür orada. Ola bilər odur. Uşaqlar 31 Təkrar Allah'ından ki səhvimi tutsun. bir ev içində Böyle basma Olmazdı olmazdı deməkdir. fəxrlə öz deməli işimi yerinə yetirirəm, hə? Bəli, bəli. Da arada müəllimə özü axı çox eləyir dərsdə o WhatsApp-ı. Görün Yaxşı da, içinizde yaxşı olabilir. 31-də Ama nədir? Deyin, siz tez qurtarın. apatsınız. Siz birbirinizi Ay saptırsınız. müsəlmanlar, ay Azərbaycan vətəndaşları. Deyin 31-də nə tapmısınız? C tapdıq. Şo, C. getdim ha. Bəli. 30 nömrəli sual hansı düsturun açmasıdır? Kosinus alfa çıxsın beta bitiririz deyir. Yox, plus. Uşaqlar, kosinus alfa, kosinus beta çıx, sinus alfa, sinus beta kosinusun toplama düsturudur. 3x üstə x gələndə sevilim 4x eləyir. Və biz gedirik bunun integralını tapmağa. Dedik kosinusun integralı sinusdur. Sadəcə qabağa tərsi keçməlidir. Yəni 4də 1 sinus 4x üstəgəl c şəklində cavab bundan ibarətdir. Bunu da silirəm. Daha sonra uşaqlar, gəlin keçid edək 35 nömrəli suala. 35 nömrəli sualda necə yaza bilərik? Normalda biz demişik ki, 1 bölünsün x-in integralı bizə nəyi verir? Uşaqlar, 1 bölü x-in integralı nəyi verir bizə? Eleni verirdi də. Ay, Modu bəli, plus. eleni verir, doğrudur. Kimdi gələn görək? Zəhrə xanım. Zəhrə xanım, xoş buyurmusunuz. Aleyküm salam. Yorulmayasınız, əziyyət vermirik sizə. İyi, ettik inşallah. Estağfurullah. Bunu 7 vurulsun, 1 bölünsün 3x plus 1 şəklində yaza bilərik. Biz də dedik ki, 1 bölünsün olanda bu elini əmələ gətirir. Yəni 7 vurulsun elin, 3x üstə gəl 1. Sadəcə mürəkkəbdir deyə əlavə önünü nəyə vurmalısınız? Nəyin tərsini elə bilin ki? 3'ü vurmalıyıq. 3'ün tərsinə vurmalısınız. Yəni elə bil 3də 1-ə vurmalısınız. A 3'dür, 3'ün tərsi 3də 1. Yəni qabağa keçir, bu olur 3də 7 elin 3x üstə gəl 1. Başa düşürsünüz? Üstə gəl c. Razılaşdıq? Nəsə şikayətiniz olsa deyin. 36'nı yazın bir zəhmət. Silirəm ha fidan. Deməli, təzə açılan qrupda bəs say 20 filandır. Uşaqlar da qorxur ki, bəzi təzə qoşulanlar ki, ay müəllim 20 dənə uşaq, yəni birdən öyrənənmərik filan. Dedim, narahat olmayın, özümüzkilərdir oradakilərdə. Her adamdan 5 hevesi 5 grupta olan da öyle olur. Bəli. Hemen gruptaki hepsi ben saldım görüntü şeklinde. Yox, ora qoymayacağam səni gələsən. Deməli belə 36-nı tapın. Deməli nə yazır? Bir dənə Cüzariyə sual vereyim. Ürəyində qalmasın, yaxşı ver. Bu dərslər nə tər çatdırırsan Cüzariyə? Mən 2 qrupdayım, şəxsən bu qrupu hələ yazıb başa çıxarda bilməmişəm. Ben derste birinci sınıfa koşulanda müəllim çok çalışma verende deyirdi ki narahat olmayın çatdırırsınız. Ben de bilmirəm nə tər çatdırdık. Xüsusi təlim görüb də, ona görə elədi. Yaxşı uşaqlar, 36-da nədir? Tez qutarsaq tez yola salacağam, ona görə tez deyin. A variantı. A. A. Razılaşdıq. Mistik yollarına geçtik. Müəllim. Hadi kızım. De Xədicə. Müəllimə şimdi mən internetim getdi. 35 qulasa, 35 qulasa mən. Yaş gəl 36-nı izah edeyim. Kızım normalde 1 bölünsün x'in integralı neyi verir bize? Eleni. Elini. Eleni. Üste gel c. Şimdi burada 3
3'ü qabağa keçir. 3-lə işin yoxdur. 1 bölünsün 5x çıxılsın 2-nin integralı da sənə elini verəcəkdir. Elin 5x çıxılsın 2. Bir dənə qabağa tərsin keçirtməlisən. 5-in tərsi 5-də 1-dir. Ona görə cavab 5-də 3. Elin 5x çıxılsın 2 olur. Yaxşı? Bir sual verebilir bilərəm. De Gülay. Yaxşı var. Bəs mən üçünü integralını tapmırıq. 3 ədəddir. Hasil şəklindədir deyə qabağa atırsan. O cəm şəklində olsaydı tapardın integralını. Hasil şəklində olduğuna görə əmsal sayılır və o əmsal öndə durur. Yaxşı? Bilməm, Orada hasilin integralı falan söhbəti də var. Oralara getsəz o qulağı tərsdən qaşma söhbətidir. Oraya ehtiyac yoxdur. Şey, Lazımdır özü problem. Burada da asan yolu. Aşağıdakini elin ötəzdən içinə yaz. Qarşısına elin 5'dir. Deyirdim. 5'də 3 at qabağa elin cavabdır. Deməli belə, yaxşı, mistik yollarınız. Deməli, Digər A variantı. bəli. Getdi yuxarıya. Deməli, ay Allah, 25'i kim sual? Hansı ağıllının sualdı 25? Kimin sualı? Tünzələyici. Yaxşı, sənə olar. Deməli belə, qızım 1 bölünsün x kvadratın integralını tapmaq lazımdır. Deməli, nə edə bilərsən? 1 bölü x kvadrata baxarsan x üstü mənfi 2 kimi, üstəgəl 2x, üstəgəl 9. Gedirik bunun integralını tapmağa. Quzu, qüvvət bir vahid artırdı, artırdığımız qiyməti də bölürdük, elə deyilmi? Yəni sənin cavabın mənfi x üstü mənfi 1 olur. Üstəgəl, bunun integralı 2x kvadratı bölünsün 2 olur. 9'un integralı da 9x olur. Üstəgəl c. Artır da, integralda artır. Bu oldu mənfi 1 bölünsün x. Üstəgəl x kvadratı, üstəgəl 9x, üstəgəl s. Всё. Cavab c bəndi. Başa düşdün tünzələcəyim. Sadəcə o 1 bölü x kvadratı x üstü mənfi qüvvət kimi yazmalıydın. Sonra bildiyin integral qaydası. Qüvvəti artır, artırdığın qiyməti də böl. Silin bunu. Всё, getdi. Deməli, 23 nömrəli sual. 23 nömrəli sualda uşaqlar integralı tapıb c-ni sonra verdiyi nöqtəyə görə tapasıyıq. Y üstü x-in integralı nədir? Elə nədir ki, y üstü x-in integralı? Az. Bilmem yüz. Bəli. 3x-in də integralı 3x-in kvadratı 3x kvadrat bölü 2. İndi cavabın əvvəli belədir. Əvvəli belə olan variantda Burada c'miz də y-la 3 götürəcəyik. Cavab olacaq c. Ay yaşa. Uşaqlar sizə də verib ki, bu A nöqtəsindən keçir də. Əli, burada x 0-dır, amin, y 3-dür. Gətirib yerinə qoysa, amma yo, bir yerdə səhv elədin. Deməli, hardadır səhvin sənin? X-in yerinə 0 qoyanda, y-ə 3 verəndə, y üstü 0-ı tanıyırsan da. Y üstü 0 nə deməkdir Fidan? İstənilən ədədin 0-cı dərəcədən qüvvəti 1. Bax, burada səni çaşdırardı. C 2 imiş. Ona görə cavab A bəndidir. Yaxşı? Zaten çaşdırıb da. Hə, oradan görə səhv eləmişsən. Zaten çaşdırıb da, yaxşı bilir. Deməli, silin bunu. Başa düşdünüz? İstənilən ədədin 0-cı dərəcədən qüvvəti 1-dir. Yəni, yazmamsızsa geri qaytara bilərəm. Deməli, belə. Keçək 21-ə. Fidan, yenə sənin sualındır bu. İntegralını da yazım. Bəli. Mənim sualım var. Sənin də sualın. İntegralı 4x üstü 4 bölünsün 4. Çıxılsın 3x üstü 3 bölünsün 3. Üstə gəlsin x. Bəli, üstə gəlci. Burada 4'lər xoşbəxt olur. Tapırsan x üstü 4 çıxılsın, x-in kubu üstə gəl, x üstə gəl c. Sən də deyir ki, bu 1, 6 nöqtəsindən keçir. X-a 1, y-ə 6 verirsən. Yəni 1 çıx 1, üstə gəl 1, bərabərdir c. 1'lər islah gedir, c-ni də buradan 5 tapırsan. 5 olan variant B-dədir. Yaxşı, başa düşürsən? Xədicə, aydındır sənə də? İminli qəbula düşəsən. Orada mən x üstü 4'ü mən götürüb 1 üstü 4 yazmışım. Tamam. Neyse, heç nə demirəm, ürəyimdə qalsın. Deməli belə. Daha sonra son 2 sual qaldı. Всё, bundan xoşbəxtsiz. Uşaqlar,
17 nömrəli sual hasilin cəmə çevrilməsi ilə başlayacaq. Kim mənə hasilin cəmə çevrilməsini? Sadələşdirmək, siz hasilin integralını bilirsiniz, gedib onu tapa biləsiniz. Yox, siz birinci onu sadələşdirməlisiniz. Siz onu sadələşdirmək üçün öyrəndiyiniz bütün trigonometrik üsullardan istifadə etməlisiniz. Baxırsan ki, Gülay, bu kosinus alfa vur, kosinus betadır. Kim bizə hasilin cəmə çevrilməsi düsturunu xatırladar? 2'də 1 vurursa sinüs alfa plus beta. Biriniz deyin, düzgün deyin. Kim deyir? 2'də 1. Deyəsə Kosinus 2'də 1 kosinus alfa üstə gəlsin beta çıxılsın, kosinus alfa çıxılsın beta. Üstə gəl, kosinus alfa çıx, beta, belə. Bəli. Всё. Yaxşı, gedək qiyməti qoyaq yerinə. Bu olur 2'də 1 qabaqda. Toplayanda kosinus 4x, kosinus 4x. Çıxanda kosinus 2x eləyir. Kosinus 2x. Getdi integralını tapmağa. 2'də 1 qabaqdadır. 2'də 1-dən işiniz yoxdur. Kosinus 4x'in integralı 4'də 1 sinus 4x'dir. Üstə gəl. Kosinus 2x'in də integralı 2'də 1 sinus 2x'dir. Sadəcə qabaqdakı 2'də 1'ə də vursaz, bu olur 8'də 1 sinus 4x. Üstə gəl, 4'də 1 sinus 2x. Qabaqdakına vurursunuz. Üstə gəl c. Və cavab bundan ibarətdir. Yaxşı uşaqlar, aydındır? Bir dənə Əli, düstura baxa bilərsən sən. Yəni, bilməyənlər düstura göz gəzdirin. Yaddan çıxarmayın ama düsturu. Silin bunu. Xəcə xanım başa düşdünüz? Zəhra xanım. Bilədim. Bəldə. Tamam. Yazın tez. Keçin 16'nı yazın. 16'nı siz yazın, mən gəlirəm. Deyin görək, nə tapdınız 16'da? Sizi gözləyirəm. Tapdınız yoxsa gözləyim? Mən bitirməmişəm. Yaxşı, bitirin gözləyirəm. Biri yemisən, canı yeməsin. Yaxşı uşaqlar, sinus alfa, bir də mən qaydanı xatırladın görüm. Sinus alfa vurulsun, kosinus beta'nın açması nə idi ki? Kim deyər? Deyin, biriniz düsturu deyin də. Sinus alfa vur, kosinus beta'nın açması nədir? Mən 2'də 1 Hə. 2'də 1 sinus alfa plus beta Sinus alfa plus beta sonra Plus kosinus alfa plus beta. üstə gəlsin sinus alfa çıxılsın, sinus beta. Sinus alfa beta. bircə dəqiqə. Zeynəbdə görüm. Burada qaydan deyim. Bəli. Sinus alfa üstə gəlsin beta çıxılsın, sinus alfa çıxılsın beta. Aha, bircə saniyə gözləyin, gəlin. Uşaqlar, düsturları unutmayın. Aysu. Düsturu bildinsə yazmaqda problem yoxdur. Deməli, sinus alfa çıxılsın beta. Hasilin cəmə çevrilməsi düsturlarıdır. İndi uşaqlar, gətirib yerinə qoysaq, alfamız x, betamız 3x-dir. Deməli, bu olur 2'də 1 sinus. Bir dəfə toplasaq 4x. Bir dəfə də çıxsaq. Deməli, bu olacaq. Hə, bircə dəqiqə. Bu olur sinus mənfi 2x. Mənfi də sinus da bilirsiniz də tək funksiyadır. Qabağa mənfini atır. Mənfini silək buradan. İndi gedirik integralını tapmağa. 2'də 1 qabaqda. Sinusun integralı mənfi kosinusuydu. Olur mənfi 4'də 1 kosinus 4x. Sinusun integralı mənfi kosinusuydu. Mənfi 2'də 1 kosinus 2x. Qabaqdakı 2'də 1'ə vursaq cavabımız mənfi 8'də 1 kosinus 4x. Çıxılsın 4'də 1 kosinus. Hərdəsə səhv getdi, elə bil. Hərdəsə işarə səhvi getdi. Sinus onun cəm bu hasilin düsturunda plus deyil idi orta. Hə, ortada plus. Burada səhv gedibdi. Hə, düsturda səhv gedibdi.
Onda bu minuslandı. Onda bu minuslandı. Bu pluslandı. Bu da pluslandı. Всё, doğrudur. Bir dənə yerini dəyişirik. Bu olur 4'də 1, koysunuz 2x, çıxılsın 8'də 1, koysunuz 4x. Bitti. Всё, cavab bundan ibarət. Üstə gələcək. Yaxşı uşaqlar, aydındır. Diqqətli olun, söhbəti çaşdıra bilir. Deməli, bunu silirəm. Gəlin keçək növbəti sonuncu sualınıza və bundan gedin xoşbəxt olun. Deməli, 12 nömrəli sual sonuncu sualdır. Uşaqlar, deməli, bunu silirəm. Biz buna baxmışıq. Biz nəyə baxmamışıq ki, görəsən. 5 qabaqdadır, 5 qabaqdadır, 5 ilə işim yoxdur. Bu 1 bölünsün, 1 bölünsün. 2x üstə gəl 3 var, ha. 3-cü dərəcədən qüvvət. Bunu yazıram ki, 5 vurulsun, 2x üstə gəl 3-ün mənfi qüvvəti kimi. Və integral tapma üsulu nə idi? Qüvvəti bir vahid artırırdıq, artırdığımız qiyməti də bölürdük. Mənfi 3 üstə 1 gələndə amin, mənfi 2 eləyir. Yəni bizim cavabımız burada eləyəcək deməli nə? Sadəcə bir dən bunu əlavə, bunun tərsinə vuracaqsınız da, unutmayın bunu. Elə yazaq burada da. 2-də 1-ə vurmalıyıq. Bizim məxrəcimiz eləyir mənfi 4, sürətimiz 5. 2x üstə gəl 3-ün də qüvvəti eləyir mənfi 2. Mənfi 2 elədiyinə görə mənfi qüvvət 1 böl deməkdir. Yəni məxrəcə düşəcək. 5 bölünsün 4, mötərəzədə 2x üstə gəl 3-ün kvadratı. Və bu da cavabdır. Plus S. Yaxşı, Gülay, sənin səhvin olmalıydı. Başa düşürsən? Aysu, başa düşürsünüz uşaqlar? Aydındır? Bəli. Tamam.